11'də deyir: Bismillahirrahmanirrahim. وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللَّهَ عَلَى حَرْفٍ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقلب على وجهه خسر الدنيا والآخرة ذلك هو الخسران المبين. Sadaqallahul aliyyil azim. Ağalar, biz istədiysək ki bu ayəti anlayağın və ənəhu ulamalar bu şəkil bəyan etdilər. Dedilər Allah Təbarəkə və Teala Peyğəmbəri yolladı bir müştəməə, o müştəmədə iki nədir? Təqalid, iki nədir? El-cahiliyyə qələbə etmişdi, asılmışdı, kök vurmuşdu özlərində. Cəhalətlik kök vurmuşdu özlərində. Thəqafələri cahili thəqafə idi, adətləri cahili adət idi. Fəiddət tavaif idilər. Və onlar da hər kəs bir taifəyə uymuşdu, bir thəqafə özü üçün almışdı. Nə üçün? Lənnəhu maslahatı belə iqtida edir. Necə maslahatı iqtida edir? O thəqafəydəndir. Necə maslahatı iqtida edir? O taifəydən idi. Və Allah Təbarəkə və Teala Peyğəmbəri bunlara yolladı. Müşkilə bunlarda nə idi ağalar? Müşkilə bunlarda ənəhu o adət bütün əqaidlərinə, ibadatlarına da təsir etmişdi. O adət təbii ənəhu alə müstəvəl müştəmə dögülüydü. Bəl hətta alə müstəvəl fərd təsir etmişdi. Yəni necə? Baxın, indi bizdə bəzi adət var müştəmədə, lakin gəlsək, məsələn, mənə baxasay, mən o adətü təqabbül etməm. Gəlsək, sənə baxasay, sən o adətə i'tiqadi yoxdur. Alə müstəvəl fərd i'tiqadi yoxdur. Və imkanı o adət müştəmədə də varsa. Beynəmə onlarda nə idi? Yox, hətta alə müstəvəl fərd, alə müstəvəl afrad, ənəhu o adət özlərinə nə etmişdi? Saytara etmişdi. Və bu adət iki özlərinə saytara etmişdi. Bu adətdən nəql edir el-vahidi səbəbin nüzul. Deyir bunların səbəbin nüzul bu ayə nə idi? O zaman deyir əhlil badiyə, yəni çöldən, iki çöldə oturanlar, Mədinədən uzaq oturanlar gəlsəydilər Mədinəyə, hicrət etsəydilər Mədinəyə, Peyğəmbərin yanına gəlsəydilər Mədinətir Rasulil Əkram salavatullahi və selamu aleyh, bunlar o zaman Mədinəyə gələndələr, umurları iyi geçinsəydi, əcəlləkumullah, hayvanatları, məsələn, atdı, qoyun quzudu, balası çox olsaydı, özlərinin oğlanları olsaydı, sevinərlər, itminan edərlər, deyərlər, əşhədu ma billah, biz bu dinə girəni xeyr töklü bizimizə, idən bu din xeyr dindir. Amma yox, valla, Mədinəyə gələndələr, əgər biraz Mədinənin zəhmətlığını çəksəydilər, qoyun quzularının balası olmasaydı, oğlan yerinə qızları olsaydı, nə deyərdilər? Deyərdilər, valla, bu dinə girəni ənəhu nədir? Xeyr görməmiş.